Xoş gördük. Bu videoda Azərbaycanın Xarici İşlər Nazirliyində baş verən bəzi proseslər haqqında məlumat alacaqsınız. Həqiqətənmi bu nazirliyi Ceyhun Bayramov idarə edir, yoxsa o nazirlikdə bir kukladır? Kimin kuklası? Öz qohumu Elşad İskəndərovun. Xarici İşlər Nazirliyini idarə edən və nazirlikdə de facto nazir titulunu daşıyan, vaxtilə Türkiyədən başqa bir xarici dövlətə cəsusluq etdiyi üçün qovulan Elşad İskəndərov kimdir? Videonu sonadək izləyin, şok faktların üstünü açırıq. Xahiş edirəm, bu videonu bəyənin və paylaşın ki, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Nazir Ceyhun Bayramov Elşad İskəndərovun yeznəsidir. Elşad İskəndərov Xarici İşlər Nazirliyi sistemində işləməyən ən yaxın adamlarına xidmət və diplomatik pasportlar verdirərək Xarici İşlər Nazirliyinin bütün imkanlarından öz gücünü nümayiş etdirmək üçün istifadə etməkdədir. Bugün Xarici İşlər Nazirliyində nazirə çıxmaq istəyən istisnasız hər kəs əvvəlcə Elşad İskəndərovun qılıncının altından keçir. Bundan sonra məsləhət olsa nazirin qəbuluna viza alır. Yəni, məsələ həll etmək istəyən hər kəs ya Elşad İskəndərovun, bəzən də onun ən yaxın adamları olan yeznəsi, Xarici İşlər Naziri olduqdan sonra 3-cü katib vəzifəsindən birbaşa idarə rəisi təyin etdirdiyi Elməddin Mehdiyev və ya idarə rəis müavini vəzifəsindən nazir müavininə ucatdığı Yalçın Rəfiyevin qəbulunda olur. Ancaq bu mərhələdən keçdikdən sonra məsələ ya həll olur, ya da ki, həll olması məsləhət görülmür. Arayış üçün qeyd edim ki, 3-cü katibdən idarə rəisinə ucalmağa qədər azı 5 pillə var və bu pillənin hər birində xidmət müddəti azı 3 ildir. Lakin bunlar Xarici İşlər Nazirliyində yaratdığı qohumbazlıq bandasından irəli gələrək tez bir zamanda ən yüksək postlara təyin edilirlər. Hazırda ən vacib təyinatlar birbaşa Elşad İskəndərovun rekomendasiyası əsasında həyata keçirilir. Bahalı, yəni Avropa, Amerika kimi inkişaf etmiş ölkələrdəki səfirliklərimizə 2-ci katibdən yuxarı diplomatların təyinatı, Xarici İşlər Nazirliyində strateji vəzifələrə təyinat, diplomatların ələlxüsus COP29 komandalarında vəzifələndirilmələri istisnasız Elşad İskəndərovun qərarından asılıdır. Yuxarıda adlarını çəkdiyim iki ən yaxın və yüksək çinli adamlarını COP29 komandasında yüksək postlara təyin etdirmiş, özünü də COP29-da Yalçın Rəfiyevə baş məsləhətçi təyin etdirməklə burada demək olar ki, hər şeyə nəzarətini təmin edib. Ona bu etimadın nədənsə yeznəsi nazir Ceyhun Bayramov tərəfindən deyil, birbaşa ölkə rəhbəri tərəfindən göstərildiyini açıqca və xüsusi əda və təkəbbürlüklə vurğulayıb. Xarici İşlər Nazirliyində yuxarı eşelon diplomatlar öz aralarında Elşad İskəndərovu de facto kod adı ilə çağırırlar. Bunun da tarixçəsi belədir. Elşad İskəndərov bu postdan əvvəl Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun sədri işləyirdi və yeri gəlmişkən yuxarıda adını çəkdiyim Elməddin Mehdiyev də elə əzəldən Elşad İskəndərov bu təşkilatda olandan onun yanında olub və elə Elşad İskəndərovla birlikdə Azərbaycana qayıdıb. Digər yaxın adamı, İraqa səfir göndərmək istədiyi Elçin Əskərov isə İstanbulda yerləşən bu təşkilatın Bakıdakı ofisinə rəhbərlik edirdi. Hansı ki, bu Bakıdakı ofis də hər il Azərbaycan büdcəsindən 1,5 milyon büdcə alır. Bu büdcə də faktiki Elşad İskəndərovun sərəncamındadır. 2018-ci ildə Erdoğan ailəsi və o vaxtki Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Elşad İskəndərovu Türkiyədən qovublar. Sonra da Türkiyə dövləti Elşad İskəndərovu persona non grata elan edərək Türkiyəyə girişinə qadağa qoydu. Bunun da səbəbi Elşad İskəndərovun İstanbulda işləyərkən bəzi dairələrdə Çavuşoğlunu açıqca təhqir etməsi, Rəcəb Tayyib Erdoğanın ailəsi və oğlu Bilal Erdoğan haqqında alçaldıcı fikirlər söyləməsi, Fəthullah Gülənin ünvanına simpatik fikirlər söyləməsindən irəli gəlirdi. Ən əsas səbəblərdən biri isə Qaşıqçı məsələsində Səudiyyə Ərəbistanına Türkiyə əleyhində şpiyonluq etməsi olub. Bildiyiniz kimi Səudiyyə Ərəbistanlı müxalif bir jurnalist Qaşıqçı Səudiyyə Ərəbistanının Türkiyədəki səfirliyində öldürülmüş və doğranmışdı.
Qeyd olunur ki, 2018-ci ildə Qaşıqçı cinayətinin lap isti vaxtlarında Səudiyyə Ərəbistanından gəlmiş bir qrup adamla İstanbulda Fatih bölgəsində təvazökar sadə bir kafedə görüşərək Türkiyənin siyasi dairələrində və siyasi elitasında gedən söhbətlərdən eşitdiklərini bölüşürmüş. Yəni, Türkiyə əleyhində Səudiyyə Ərəbistanına casusluq edirmiş. Onun həmin ərəfədə Saudiyalılara isinişməsi, xüsusi yaxınlığı Türkiyə tərəfindən yüksək səviyyədə Azərbaycan rəsmilərinə bir neçə dəfə çatdırılıbmış. Elşad İskəndərov 2018-ci ilin dekabrında Türkiyədən qovulduqdan dərhal sonra qara siyahıya daxil edilmiş. Bu barədə Çavuşoğlu o vaxtki nazir Elmar Məmmədiyarova telefon açaraq məlumat vermiş. Bununla da kifayətlənməyərək Türkiyə mətbuatı məsələni ictimailəşdirmişdi. 2019-cu ilin fevralında Türkiyə mediası bu barədə də yazılar yazıb. Onun Türkiyəyə girə bilməməsi bugün də davam edir. Necə ola bilər ki, qardaş Türkiyə əleyhində casusluq etdiyinə görə bu ölkədən qovulmuş Elşad İskəndərov Azərbaycan Xarici İşlər Nazirliyində xüsusi səlahiyyətli bir nümayəndədir və Azərbaycan Xarici İşlər Nazirliyində de facto nazirdir. Nazirlikdə hər şey onun əlinin altından keçir. Və nazir Ceyhun Bayramov Elşad İskəndərovun yeznəsidir. Elşad İskəndərov yeznəsi Ceyhun Bayramov nazir təyin olunduqdan bir neçə ay sonra bir məclisdə aralarında Rusiyadan olan bir neçə rəsmi şəxsin də olduğu bir qrupda belə deyibmiş. 2020-ci ildə Azərbaycanda Xarici İşlər Naziri postuna əvvəlcə o nəzərdə tutulubmuş. Bunun üçün də prezidentin köməkçisi Hikmət Hacıyev Tovuz hadisələrindən sonra rəsmi Ankaranın ağzını aramaq üçün Türkiyəyə ezam olunub. Hacıyev Ankarada görür ki, o ağzını açmamış, başda Çavuşoğlu olmaqla görüşdüyü hər kəs Elşaddan od püskürür. Vəziyyəti Bakıya məruzə etdikdən sonra Hikmət Hacıyev bu məsələ ilə bağlı əliboş geri qayıdır. Türkiyənin ali rəhbərliyi ilə arasındakı ədavətə görə Azərbaycanda özünün Xarici İşlər Naziri təyin edilə bilmədiyini, əvəzində ölkə rəhbərliyinin onun ən yaxın qohumu, bacısının əri Ceyhun Bayramovu formal olaraq nazir təyin edərək əslində Xarici İşlər Nazirliyini və xarici siyasətin idarə olunmasının ölkə rəhbərliyinin birbaşa ona, yəni Elşad İskəndərova həvalə etməklə onu de facto nazir təyin etdiyini açıqca söylüyor. Və bunu da Azərbaycanın Türkiyəyə qarşı onun aktiv səfirini qara siyahıya salmasına adekvat bir cavabı kimi izah edir. Elşad İskəndərov bu hekayəni bir neçə dəfə Xarici İşlər Nazirliyində ona yarınmağa çalışan, ona yaxın idarə rəisləri ilə söhbətində də dilə gətiribmiş. Ölkə rəhbərliyinin onu de facto nazir kimi gördüyünü söyləyibmiş. Onun propagandisti Elməddin Mehdiyev də bir neçə dəfə həmkarlarının yanında Elşad müəllimin vaxtilə türklərlə, Türkiyə rəhbərliyi ilə problemi olmasaydı, indi Ceyhun müəllimin yerində o oturardı dediyini eşidənlər də olub. Elşad özü barəsində bir neçə dəfə de facto nazir sözünü işlətməsi, Xarici İşlər Nazirliyində bəzilərinin onun haqqında danışarkən sadəcə de facto kod adını istifadə etmələrinin qısaca tarixçəsi bax beləymiş.